2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdi. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.